tanısı. Tez gəlin qatarı tərk eləyin. Bugün saat 20:00 radələrində Nərimanov stansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. İlkin məlumata əsasən 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman reysin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, dərhal təmas reysindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və Nərimanov stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Yanvarın 5-i Saray qəsəbəsində ana və oğul dəm qazından boğulub. Saraydakı Axundov adına 3 saylı məktəbin şagirdi Dadaşzadə Tahir Tamerlanoğlu dəm qazından boğularaq ölüb. Ananın isə hazırda ağır vəziyyətdə olduğu və oğlunun vəfatından xəbər tutmadığı qeyd edilib.